Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum ve la'ne a'da'uhum ecma'in. Hörmətli, dəyərli Zəhra TV izləyiciləri, Xanım Fatimə Zəhra salamullahi aleyhanın şəhadəti münasibəti ilə başda Zəmani imamı Əccəlallahu fərəcəhu şərif olmaqla hər bir bizə başsağlığa ərz edirik. Allahın salamı və rəhməti, bərəkəti sizlərin üzərinə olsun. Bugün qonağımız, öncəki verilişlərdən də tanıdığımız, dəyərli ilahiyyatçımız, ruhanimiz Hacı Salih Davudovdur. Hacı, xoş gəlmişsiniz inşallah. Təşəkkür edirəm. Allah sizi salamat eləsin. Allah sizləri qorusun ki... Mən də Zəhra TV izləyicilərin bütün əməkdaşlarını salamlayıram, dua eləyirəm. Həmçinin bizi izləyən əziz qardaşlarımızı, bacılarımızı salamlayıram. Allah da onlara nurani ömür əta etməsini təmənna edirəm. Allah sizlərdən razı olsun, Hacı, ki, hər səfərində dəvətimizi qəbul edirsiniz. Bizləri faydalandırırsınız bu məlumatlardan, önəmli olan mövzulardan və hadisələrdən. Allah sizlərdən razı olsun. Hacı, Peyğəmbərimizin ki, hədisi var, sallallahu aleyhi və alihi və səlləmin ki, sizin aranızda ki, ağır əmanət qoyuram ki, xəlifə qoyuram, Quran və Əhl-i Beyt. Quran və Əhl-i Beyt birdir. Və bildiyimiz kimi də Quran-ı Kərimdə bir sıra ayələr və surələr var ki, Əhl-i Beyt əleyhissalamla əlaqəlidir. Əhl-i Beyt əleyhissalam dedikdə də Xanım Fatimə Zəhra salamullahi aleyha ilk nəzərə gələn şəxsdir, Əhl-i Beyt dedikdə. Quran-ı Kərimdə Kevsər surəsi ki var, 3 ayədən ibarətdir. Həmən Kevsər surəsi Xanım Fatimə Zəhra salamullahi aleyha ilə nə əlaqəsi var? Rabitəsi nədir? Kevsər surəsi nə üçün Xanım Fatimə Zəhraya aiddir? Bəli. Bəli. Bu barədə inşallah ki, Allahın izni ilə ünvanlanan suallar cavablandırardınız. Allah sizlər salamat eləsin. Bismillahirrahmanirrahim. Bəli, Kevsər surəsinin Xanım Fatimə Zəhra salamullahi aleyha ilə əlaqədar olmasının elə ayələrin gedişatından başa düşmək olur. Kontekstinə baxanda, kontekstinə baxanda başa düşürsən ki, burada söhbət Fatimə Zəhra salamullahi aleyhadan gedir. Yəni durasan burada sənəd axtarasan, sübut axtarasan, dəlil axtarasan ki, bu Xanım Fatimə Zəhra salamullahi aleyhaya aiddir yoxsa yox. Bilirsiniz, düşünmək istəməyənlər üçün biz heç dərd çəkmirik, fikrimizdə də deyil ki, yəni özü bilər istəyir düşünsün, istəyir düşünməsin. Amma düşünmək istəyənlər üçün doğrudan da ayələrin konteksti özü başa salır ki, bu Xanım Fatimə Zəhra salamullahi aleyhaya aid bir surədir. Bizim alimlərimiz də elə bunun üstündə, buna görə bunun üstündə çox yazı pozu aparmayıblar ki, yəni bu Xanım Fatimə Zəhra salamullahi aleyhaya aiddir yoxsa yox, buna görə eləməyiblər. Ona görə ki, məsələ aydındır, yəni çox aydındır. Bu baxımından. İndi sadəcə olaraq təbii ki, ayələrin hamısının gözəl izahları var, təfsirləri var ki, mən çalışacağım onlara toxunum ki, şə'nin nüzuluna toxunaq hələ. İndi birinci ayələri deyək tərcümə eləyək. İnna a'taynakal kevser. Biz sənə Kevsər əta elədik. Fəsalli li rabbikə vənhar. Buna görə Rəbbin üçün, yəni təşəkkür olaraq namaz qıl və vənhar dəvəni nəhr etməkdir, dəvə qurbanı kəs. Bəli. İnnə şaniəkə huvəl əbtər. Sənə sonsuz deyən özü sonsuzdur. Yaxşı, bu ayələr bir-birlərini tamamlayır da, düzdür. Yəni nədən söhbət gedir, onu çatdırır. Onu çatdırır da, sənə sonsuz deyən özü sonsuzdur. Bəli. Peyğəmbər sallallahu aleyhi və səlləmin oğlanları olma dünyalarını dəşv edir. İndi bu ayənin şə'nin nüzuluna baxaq. Bu ayə niyə nazil oluba baxaq. Əmras ki, bilirsiniz. Bəli. Asın oğlu Əmr. Ki, onun da atası As ibn Vail. Peyğəmbər sallallahu aleyhi və səlləm oğlu İbrahimi dəfn edirdi. Bilirsiniz, 3 oğlu olub Peyğəmbərin. Qasim, Abdullah, İbrahim. Qasim 6 yaşında, Abdullah 3 yaşında, İbrahim 6 aylığında dünyalarını dəyişiblər. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İbrahimi dəfn edəndə Əmr və As, ikisi bir atabala qəbristanlıqda idilər və Peyğəmbərə bir dil yarası vurdular ki, ürəyin ağrıtdı Peyğəmbərin, bətər ağrıtdı. Ki, dedi, bu day sonsuzdur, əbtərdir. Bundan işiz olmasın da. Yəni,
bizim dillə deyil, amma Azərbaycan dilində belə ifadə var. Bunu da Allah vurub. Çox acı bir, yəni Acı bir ifadədə dənə acı dil bir yarası vurdular. sözdür həqiqətən. Bəli, inna a'taynakal kevser fesalli li rabbika vanhar inne şaniyeke huvel abtar. Bundan sonra Allah Təbarək və Təala bu surəni nazil edib, yəni sonsuz deyənlərə sənə bir elə övlad verir ki, sonsuzluq mövzusu aradan qalxacaq, sənə sonsuz deyən özü sonsuzdur. Bu asın. Oğlu Əmir. Bunun 12 dənə oğlu olur. 12 nəfər oğlu olur. Heç birinin oğlu olmur, 12 dənə oğlunun heç birinin oğlu olmur. Hamısı qız dünyaya gəlir. Adamın nəsli belə quruyar. Yəni nəsil quruyub aradan gedir. Hər yerdə məşhur idi ki, hamı bilirdilər ki, bu surə bunların şənin nüzulunda gəlib. Yəni gəlmə səbəbi bulardı, səbəbi nüzulu bulardı. Əmraz səhabələri yığmışdı, deyirdi ki, 2 milyon dinar pul verirəm sizə. Bu surəni Qurandan çıxardın. Hətta Quran tərifini belə ortaya 2 milyon dinar. Yəni nə? Yəni kim bu surəni oxuyurdusa, bilirdi ki, söhbət, səbəbi nüzulu bulardı. Bəli. Sənə sonsuz deyən özü sonsuzdur deyənə hamının ağlına Əmraz gəlirdi. Hamının ağlına gəlirdi ki, bunların nəsli kəsildi. Yəni bunlar peyğəmbərə dil yarası vurdular, sonsuz dedilər. Allah bunları öz dilinin bəlasına saldı. Onların özünü sonsuz elədi. İlahi əzab nazil oldu. Bəli, onların nəsli qurudu yəni. Davam etdirmədi. İndi Kevser. Kevser sözü kəsrət sözündəndir, çoxluq mənasındadır. İndi istər cənnətdəki Kevser haqqında bu barədə danışılsa, o mənanı təzahür edəcək. İstər Fatimə Zəhra salamü haqqında danışsa, o mənanı təzahür edəcək. İndi onda necə, bunda necə? Cənnətdəki Kevser ki, kəsrət, həddindən artıq çoxlu mənbəyi və mənsəbi var. Milyonlarla. Hər bir möminin evinin qabağından, onun bir arxı, bir çay qolu axır. Yəni o qədər çoxdur. Kevser yəni kəsrəti, o qədər qolu budağı var çayın. Üstündə ağaclar var ki, yarpaqları tərpəndikdə məlahətli səslər çıxardır. Cənnət əhlinin əhval-ruhiyyəsini gözəlləşdirir. Bəli. Suyun özü baldan şirindir, süddən ağ. Sən bir şeyi misal çəkmək üçün ağlığını çatdırmır. Ağlığını çatdırmır, deyirsən filan şey ağappaqdır, süd kimi. Deyə bilməzsən ki, süddən də ağdır. Anağı odur da belə. Bizdə yoxdur süddən ağ bir şey. Bəli. Və ya sən bir şeyin şirinliyini çatdırmaq üçün deyirsən şirindir, şirindir, bal kimi. Deyə bilmirsən baldan da şirindir. Amma Kevserin keyfiyyəti bundadır ki, süddən ağdır, baldan şirindir. İndi bizim o Kevserlə işimiz yoxdur. Əhl-Beyt hədisləri, Peyğəmbər hədisləri var ki, ondan içməz məgər sən və sənin vilayət əleyhissalama deyir ki, sənin vilayətini qəbul edənlərdən başqa kimsə o sudan içməz falan, onu eşitməz. İndi Xan Fatimə Zəhra salamü əleyhaya Kevserin nə mənası var? O kəsrət var ha. Kəsrətin nə mənası var? Əgər nəsillə bağlayacaqsa, aydınlaşır o kəsrətin mənası nədir? Dünyada yeganə ən böyük nəsil və yaşı ən uzun nəsil və ən çox olan nəsil kimin nəslidir? Peyğəmbər sallallahu əleyhi və səlləmin nəslidir. Düzdür? Kevser oradan çıxır, kəsrət oradan çıxır. Yəni ki, ya Peyğəmbər, sənin də nəslin kimdən davam edir? Bir nəfərdən. O da Fatimə Zəhra salamü əleyhadır. Düzdür, deyirlər Peyğəmbərin Zeynəb adında da qızı olub, Ümmü Külsüm adında da qızı olub, Rüqəyyə adında da qızı olub. Bunlar yanlışdır. Bunlar yanlış məlumatlardılar. Peyğəmbərin bu 3 nəfər qızı, xüsusən 2 dənə Ümmü Külsümlə Zeynəbi deyirlər. Bunlar Peyğəmbərin qızı olmayıb. Xan Xəccənin bacısının qızları olub ki, onlar yetim qalmış, ataları, analar, himayə götürüb saxlayıb, ərəblər də kimi götürüb saxlayıb, ona qızı deyirdi. Və yaxud bəziləri rəqib düzəltmək istədilər Əli əleyhissalama, siyasi rəqib. Desinlər ki, Peyğəmbərin kürəkəni təkcə Əli əleyhissalam döyürdü. Filan kəs də Peyğəmbərin kürəkənidir. Hətta bir dənə qoy maraqlı bir şey danışım sizə. Bu da eşidilməli məsələlərdir. Qaydacam yenə, Kevserin məsələsinə qaydacam. İmkanlı olub da 3-cü xəlifə Peyğəmbərin qondarma kürəkəni. O imkanlı olub, çox imkana sahib olub. Artıq müsəlmanlar tutulmuşdu, malları ələ keçirilmişdi. Peyğəmbər onlar bac istəyirdilər, bac. Peyğəmbər demişdi ki, kim o bacı versə, müsəlmanları azad eləsə, mən zamin dayanıram cənnətdə ona bir bağa.
bir evə, bir qəsrə, bir nə bilim şəhərə zamin deyirəm ki, onu ona verəcəklər. Bu 3-cü xəlifə gəldi, dedi ki, mən verirəm o pulu, azad edeyim müsəlmanları. Bacı verirəm də pulu verir. Verdi azad. Peyğəmbərdə sözdür. Bəli. Deyib ki, mən Osman ibn Əffana o cənnətdəki o bağı verdim. O onundur da. Yəni demək Osman cənnətə gedəcək. Üstündən neçə illər keçdi. Osman gəldi Zeynəbə elçiliyə. Zeynəb dedi, gələrəm bir şərtlə. Mən mehriyəm o cənnətdəki həmin bağ olsun. Bəli. Osmanın da çox da elə iman gətirmişliyi var idi güya. Dedi ki, verdim, getdi. Yəni bir dənə peyğəmbər onun üçün cənnətdə yer almışdı. O da ondan əlindən çıxdı. O mehriyə olaraq düşdü Zeynəbin mehriyəsinə. Qərəz indi söz hardan gəldi çıxdı? Rəqib düzəltmək üçün Əli əleyhissalama ki, təkcə Əli əleyhissalam peyğəmbərin kürəkəni olmayıb. Zeynəbin əli də peyğəmbərin. Bir çox yerlərdə Əhl-i Beytə, yəni rəqiblər düzəldilir. Və düzəlib siyasi rəqiblər düzəldirlər həmişə. Təkcə bundan kifayətlənmir. Buradakı səhv bir məlumatdır. Çünki peyğəmbərin bir dənə qızı olub, o da Fatimə Zəhra salamullah əleyhadır. Kevsər ki, yenə deyirik Kisrətdən. Bunlar bu qədər seyyid var yer üzündə. İndi bax gör, nə qədər seyyid var da yer üzündə. Bunlar kimin nəslidirlər? Peyğəmbərin mübarək peyğəmbər nəslidir və kimin qolu ilə? Xanım Zəhra salamullah. Kevsər olsa oradandır da. Yəni innə şaniyəkə huvel əbtər sənə sonsuz deyən öz sonsuzluq. İndi sənə bir dənə elə övlad verəcəyəm ki, onun sayı hesabı nə qədər olacaq yer kürəsində. İndi siz təsəvvür edin. Xanım Zəhra salamullah əleyha qapı ilə divar arasında qalanda Muhsin sikt olmasaydı, bir. Kərbəlada Həzrəti Əliyə Əsğər qətlə yetirilməsəydi, iki. İmam Həsən əleyhissalamın oğlu Qasim qətlə yetirilməsəydi ki, üç. Gör, indi nə qədər seyidlərin sayı var idi. Hətta onunla belə nə qədər indiki dövrdə var. Bəli, neçə faizi o qapı ilə divar arasında tələf oldu seyidlərin, neçə faizi Əliyə Əsğərdə, neçə faizi Qasimdə. Hətta məsələn deyərik Həzrət Əli Əkbərin onun da nə qədər övladı olardı, nə qədər övlad sahibi olardı. Düzdür? Bax Kevsər, Kisrət, çoxluq bu mənadadır. Fatimə Zəhra salamullah nəslinin çoxluğuna bir mənası ya. İndi biz verilişin vaxtını nəzərə alıb bir mənası haqqında belə danışırıq. Yəni Kevsərin bir mənası. Kisrət, çoxluq, nə çoxluq? Yəni nəsil çoxluğu nəzərə gedir. Niyə nəsil çoxluq? Çünki ayənin konteksti sonsuz olmaqdan danışırsa, burada nəslin çoxluğundan söhbət gedəcək. Bəli, hacı. Yəni əslində biz bu suala cavab verməklə öncəki verilişlərdə verdiyimiz sualların üzərinə də məlumatlar əlavə edirik bir növ. Allah sizlərdən razı olsun. Və hacı ikinci sualımız elə Quran işığındadır. Quran işığından inşallah səslənəcək Allahın izni ilə. Kevsər surəsi haqqında və xanım Fatimə Zəhra ilə salamullah əleyhə ilə əlaqəsini bizlərə çatdırdınız. Quranda Qədr surəsi ki, Allah nazil edib Quranda, Qədr surəsi ilə xanım Fatimə Zəhra salamullah əleyhanın da əlaqəsini, nə əlaqəsi var? O barədə də inşallah ki, bizlərə məlumat verərsiniz. Mən sizə bu suallara görə təşəkkür edirəm. Allah sizlərdən razı olsun. Yəni həqiqətən də bu suallar bizim dinləyicilərimizin bilgilərinə və xanım Fatimə Zəhra salamullah əleyhaya baxışlarına böyük bir təsir qoyacaq. Mümkün deyil ki, olmasın. Yəni həqiqətən də mümkün deyil ki, olmasın. Sırf bu iki suala görə mən neçə vaxtı çəkilişlər eləyirik, suallar verirsiniz, amma bu iki suala görə xüsusən təşəkkür edirəm ki, bu bizim hamımıza lazımdır və mərifəti artıran məsələ ki, biz görək İlahi Fatimə Zəhra kim imiş? Salamullah əleyha. Nə imiş, nə əzəmətə sahib. Qədr surəsinin özünün bir əzəməti var yəni surə ilə. Ki, ondan nə əlaqəsi var? Ki, məsələn, məşhur hədisdə Fatimətu Leylətul Qədr. Fatimə Qədr gecəsidir. Mən ədrəkəha fəqət ədrəkə Leylətəl Qədr. Kim Fatimə Zəhranı dərk eləsə, Qədr gecəsini dərk edir. Hamı bilir ki, Qədr gecəsini dərk eləmək mümkün deyil. Hamı bunu bilir də, düzdür. Özü buyurur ki, və ma ədrakə ma Leylətul Qədr. Sən nə bilirsən ki, Qədr gecəsi nədir? İndi burada ay Kərbəlayı nə əlaqələr var, nə söhbətlər var. Danış bitməz. Əlbəttə danış bitməz. Biz bir dəfə bu barədə mövzular toplayırdıq özümüz, oxşarlıqlara. İndi onlar mənim bu dəqiqə zehnimdə deyil. Təəssüf olsun ki, zehnimdə deyil, amma qeyd eləmişəm o oxşarlıqları ki, mən özüm heyrətdə qalmışam. Hamısı Əhl-i Beyt əleyhissalamın evindən çıxan məlumatlarla, belə mədələrdən, beyinlərdən süzülən sözlər deyil. İnna ənzəlnahu fi leylətil qədr. Biz tərcümə edirik. Biz onu Qədr gecəsi nazil etdik. Düzdür? Onu tərcümədə nə deyirik? Qur'anı Qədr gecəsi nazil elədik. Bu bunun zahiri mənasıdır.
Batini mənası nədir? Batini mənası budur, bizim 2 dənə Quranımız var axı. Biri Samit Qurandır, bu müqəddəs kitab, danışmayan sakit Quran. Biri Natiq Qurandır, düzdür? Natiq Quran, Əli ibn Əbu Talib əleyhissalatu vesselam, Natiq Quran, danışan Quran. Arxadan və qabaqdan, sağdan və soldan, yuxarıdan və aşağıdan batilin yol tapa bilmədiyi şəxs. Eyniyyətə Quran. Batini mənası nədir? Batini mənası budur ki, yəni biz Əli ibn Əbu Talibi Leylətül Qədr Fatimə-i Zəhradır. Biz Əli əleyhissalamı Fatimə-i Zəhraya nazil elədik. Bəli. Və ma adrakə ma Leylətül Qədr. Sən nə bilərsən? Mərəcəl bəhreyni yəltəqiyan, beynəhuma bərzəxun la yəbğiyan. 2 dənə bəhri, dəryanı bir-birinə qovuşdurduq. Birindən lö'lö çıxır, yaqut, birindən mərcan. Əli əleyhissalamla Fatimə-i Zəhranı birləşdirib, birindən Həsən çıxdı ki, onlardan Həsən və Hüseyn çıxdı. Əleyhissalam. Bu İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, İnna ənzəlnahu İmam Hüseyn Kazım əleyhissalamdan da başqa bir dənə ayə var. İnna ənzəlnahu fi leylətin mübarəkətin. Biz onu mübarək gecəyə nazil elədik. Yəni Əli ibn Əbi Talibi Fatimə-i Zəhraya nazil elədik. Ondan möhkəm əmirlər ayrılmağa başladı. Həsən ibn Əli, Hüseyn ibn Əli, Əli ibn Hüseyn ta İmam Mehdiyə qədər. Möhkəm əmirlər. Əhl-i imamları. Aha. Və ma ədrakə ma Leylətül Qədr. Sən nə dərk edirsən Qədir gecəsi nədir? Yəni və ma ədrakə ma Fatimə. Ya mən Fatimə. Sən nə dərk edirsən Fatimə kimdir? Baxız, mən hədislərlə deyirəm ha. Leylətül Qədri xeyrun min əlf şəhr. Qədir gecəsi 1000 aydan üstündür. İmam Sadiq əleyhissalam bunun şərhində gör nə deyir? Deyir Fatimətu xeyrun min əlf mümin. Fatimə-i Zəhra 1000 mömindən üstündür. İndi bax Kərbəla, 1000 mömindən məqsəd nədir? Adi sıra və mömindir, bu aydın məsələdir. 1000 mömindən məqsəd Cəbraildir, Mikaildir, İbrahim peyğəmbər, Nuh peyğəmbər, Musa əleyhissalam, İsa əleyhissalam kullən 1000 bunlardan üstündür. 1000 bunlardan üstündür. Yəni Qədir gecəsinin şərhində, məsələn Furat Kufinin şərhində, İbrahim Qumminin şərhində, Nur-u Səqəleyndə ki, Əhl-i Beytə mənsub edilən təfsirlərdilər bunlar. Bax, o təfsirlərdə bu surənin bu növ açıqlamaları var. Bu növ açıqlamalar. Salamun hiyyə hətta mətla'il fəcr. Qədir gecəsində fəcr baş verənə qədər salamatçılıq olar. İmam buyurur ki, Fatimə-i Zəhra salamullahi əleyha ilə olasan, onunla münasibət qurasan, ona qulluq eləyəsən, onun xidmət eləyəsən, onun haqqını müdafiə eləyəsən, əsl fəcr açılanda, hansanda o cənnət, behişt, əsl fəcrə qədər salamat qalarsan. Əgər Fatimə Zəhraya kömək eləsən, qulluq eləsən, xidmətində dayanasan. Ona görə Fatimə Zəhra salamullahi əleyhanın Qədir gecəsi ilə bu qədər əlaqəsi var. Və net olaraq hədislər var ki, Qədir gecəsi Fatimə Zəhranın surəsidir. Net olaraq hədislər var, ha? Aydın hədislər var. Bir ömür səadətdir xanıma xidmət eləmək, salamullahi əleyhə. Təbii ki, ona xidmət eləmək, onun haqqını başa düşmək, onu anlamaq, o nə qədər əzəmətli cəlala sahibdir. Siz təsəvvür edin, Xan Fatimə Zəhra Peyğəmbər və Əli əleyhissalamdan sonra bütün imamlardan üstündür. Biz heç imamı başa düşmüşük, imamı anlaya bilmişik. Anlaya da bilmərik. Əl-imamı vahidu dəhri, imam ruzigarının yekidir. La yudanihi əhəd, bir nəfər imama çata bilməz. Və la yuadiluhu alim, heç bir alim ondan müqayisə edilə bilməz. Və la yucət minhu bədəl, imamın əvəzləyicisi yoxdur. Və la ləhu mislun və la nəzir, imamın nə oxşarı var, nə bənzəri. Vəl fəzlu kullihi məxsusun bil imam. Bütün fəzilətlər deyir imama məxsusdur. İndi imamların imamıdır Fatimə Zəhra salamullahi əleyhə. Höccət dolarınız. Bəli, höccət dolarınız. İmam Həsən Əskəri əleyhissalam buyurur ki, nəhnu hüccətullah əleykum, Fatimətu hüccətu əleyna. Hüccətun əleyna. Biz sizin üzərinizdə Allahın hüccətiyik. Fatimə Zəhra salamullahi əleyhə anamız bizim üzərimizdə Allahın hüccətidir. Yəni ilahi əmrlər sadir olduqda birinci bizə yox. Birinci Peyğəmbərə, sonra Əli əleyhissalama, sonra anamız Fatimə Zəhra salamullahi əleyhə, sonra Həsən Hüseynə, sonra bizə gəlib yetişir. Yəni höccətdir
ondan Yəni sıralamaya təqdim- fikir veririk də inşallah Bəli. ki, bu Ki sıralama- 1-2-dən üstündür qanunu deyilən bir Bəli, şey var bəli, da. bəli. 1-2-dən üstün. Bəli. Allah təbarək və təala ilk yaratdığı şey peyğəmbərimizin nuru olub. Onun nurundan Əli əleyhissalam yaradıb. İkisinin nurundan Fatimə Zəhra salam əleyhanı yaradıb. Üçünün nurundan İmam Həsənlə İmam Hüseyn əleyhissalam yaradıb. Beşinin nurundan 9 imamı xəlq edib. Bəs sıra ilə 1-2-dən üstündür qaydasına getsək, Fatimə Zəhra salam əleyha peyğəmbər və Əli əleyhissalatu vesselamdan sonra bütün imamlarımızdan üstündür və onlar üstündə höccətdir. İndi belə bir xanım sadə bir qadın ola bilər? Asla. Sadə bir möminə ola bilər? Xeyr, Mümkünsüzdür, xeyr, mümkünsüz əsla. olsun. Əsla Əmmar deyir ki, Əmmar. Mən Əmirəl-Möminin bax biz bir dənə mövzu qoya bilərik burada. Əli əleyhissalamdan danışaq, fəzilətlərindən danışaq. Gücümüzün çatdığı qədər, amma ən möhtəşəm fəzilətlərdən danışaq ha, sadə mövzulardan yox. Gücümüz çatsa. Axırda bir dənə sözlə qutaracaq. Əli əleyhissalam buyurur ki, o Əli əleyhissalam, o boyda kişi axırda deyir ki, "Fəxrun li an akuna zawcul Bətul." Mən üçün bu fəxr bəsdir ki, mən Bətulun əriyəm. Fatimə Zəhranın əriyəm, salamullah. Bu sevgidən qaynaqlanan cümlə deyil, bu mərifətdən qaynaqlanan cümlə. Məqamı tanımaqdan. Məqamını tanıyır, onun dərəcəsini bilir. Anlayır. Əmmar deyir ki, mən gördüm evdən çıxdı. Əlin qoydu sinəsinə Həzrət Əli əleyhissalam. Başladı qapının qabağında əyilməyə. Öz evinin qapısının qabağında əyilməyə. Əmmar deyir ki, mən dedim, ya Əmirəl-Mömin, qapıya təzim edirsən? Dedi, yox Əmmar, qapının arxasındakına təzim edirəm. Fatimə Zəhraya təzim edirəm mən. O nə qədər əzəmətlidir, nə qədər elmlidir, nələr eşitdim bu gün ondan. Səcdəyə gedir ki, ilahi Fatimə Zəhra salamullah halda nələr qərar vermisən, nə cah-cəlal qərar vermisən, nə əzəmət qərar vermisən. Ona görə biz əzizlərimizə bunu çatdırmaq istəyirik ki, ürəyimiz buna yanır, buna parça-parça olur ki, ey bizim mömin bacı və qardaşlarımıza. Xanım Fatimə Zəhra salamullah əleyhaya sadəcə möminə bir ana gözü ilə baxmıyor ne? Höccət-i ilahidir. Kimin haqqını qəsb ediblər? Çox yəni yetərsiz bir, çox fəqir bir baxış olar. Hə, bəli, kasıb bir baxış olar. Bir ana idi, bir anası. Çox sadə olar yəni. Sadə olar, xeyr. Alimətun bila muallimə, əqilətu bəniyə. Haşim, əqilətun nas. İnsanların ən ağıllı qadınıdır. Xan Fatimə Zəhra salamullahi əleyha. Balaca yaşında Bərbəxan Xədicə dünyasını dəyişib Cəbrail gəlir salam verir, ürək-dirək verməyə Fatimə Zəhra. Ağlayır, yəduru beynəhu, yəduru hovləhu. Peyğəmbər deyir, başına fırlanır. Eynə ummi, anam hanı? Peyğəmbər də bilmir necə təsəlli versin Fatimə Zəhraya. Allah göndərir Cəbraili, get təsəlli ver. Deyir, Allah sənə salam göndərir. Anon cənnətdə gözəl bir yerdədir. Cavab verir indi xan Fatimə Zəhra 5 yaşına. Deyir, Allah salamdır, salam ondandır, salam ona qayıdır. İndi bir gəl bunu açıqla, gör nə boyda bir mətləbə toxunur. Bunun özü ayrı bir mövzudur. Bəli, ayrı bir mövzudur. Ayrı bir dənə mövzudur. İnşallah bunun gələn verişlərimizi bu barədə danışarıq. Qeydini götürərək bu barədə danışarıq. Bəli. İnşallah danışarıq. Və həmçinin hazır burada bir məsələdə təzahür edir, yəni aydın olur ki, Allah xanım Zəhranın qəlbinə aramlıq verir. Yəni onun qəlbindən müğayət. Allah təskinliyi verir. Bəli, Allah ona özü təskinliyi verir. Bu məqam. Ki, yəni get onu sakitləşdir. Bir əlavə də eləmək olar. Məsələn, bu günləri xanım Zəhra salamullahi əleyhəyə qarşı biganə olan bir insan həqiqətdə deməli Qurana qarşı biganədir. Bəli. Deməli Qurana qarşı mərifəti yoxdur. Bəli, Quranın həqiqətidir Fatimə Zəhra. Bəli, yəni biz ki bu surələrə ki toxunduq, xanım Zəhranın o surələrlə ki əlaqəsini, bağlılığından ki toxunduq, bizə bu hasil olur ki, xanım Zəhraya ehtiram elə həqiqətdə Qurana ehtiramdır. Yəni bunlar ayrı bir məfhumlar deyillər. Bəli, eynən bu cürdür. Allah sizlərdən razı olsun. Həqiqətən də yəni izləyicilərimizin də adından mən bunu rahat bir şəkildə deyə bilirəm ki, bu söhbətlər qəlblərə məlhəmdir və qafil olan ruhlarımızı dirildir həqiqətən də. Və mərifətimizi artırır. Bəli, mərifətimizi artırır. Mərifət artsa çox dəyişikliklər baş verər bizim həyatımızda. Çox. Həyatımızın hər bir addımında bu təzahür eləyər. Əhl-i Beytə qarşı mərifətimizin artmağı, müsbət anlamda təbii ki. Allah sizlərdən razı olsun. Sizdən də həmçinin. Biz minnətdarıq sizə. Mən bir daha bir neçə verilişdə mən bunu qeyd eləmişəm. İzləyicilərimizdən xahiş edirəm ki, hacı üçün və hacı ilə bərabər elm yolunda fəaliyyət göstərən elm əhli üçün dua eləsinlər ki,
hər ağızlı bir dua var Hacı. Yəni inşallah ki, dualar da qəbul olar Allahın izni ilə. Xanım Zəhraya təvəssül edərək dua eləyək ki, Allah sizləri və bizləri müvəffəq eləsin ki, Xanım Zəhranın qarşısında biz başı aşağı olmayaq. Allahın verəm özət cəlalına, zəmanə imamın qəlbinə məlhəm olanlardan olaq Hacı. İlahi amin. İnşallah ki, bugünkü verilişimizi yekunlaşdırırıq. Gələn verilişlərdə Allahın izni ilə görüşəcəyik. Ünvanlanan sualları Hacıya deyəcəyik. O da inşallah ki, Allahın izni ilə bu suallara cavab verər, cavablandırar. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.